Bismillah. Aprel ayında Şir bürcünü nə gözləyir? Aprel ayı Şir bürcü üçün parlaq və diqqət mərkəzində olacağın bir dövr olacaq. Ümumi enerji bu ay səhnə sənindir. Özünü göstərmək, liderlik etmək və ön plana çıxmaq üçün ideal zamandır. İnsanlar sənə daha çox diqqət edəcək. Karyera və pul, işdə yüksəliş və tanınma ehtimalı yüksəkdir. Yeni layihələrdə lider rol ala bilərsən. Maddi baxımdan artım var, amma israfdan uzaqdır. Sevgi, qubay şeylər üçün diqqət çəkən tanışlıqlar olacaq. Münasibətdə olanlar üçün romantika artır, amma ego toqquşmaları mümkündür. Səmimi olmaq münasibətləri gücləndirəcək. Diqqət etməli olduğun şeylər qürur və egonu çox qabartma. Təkcə özünü yox, qarşı tərəfi də düşün. Tələsik qərarlar vermə. Uğurlu vaxtlar ayın ortası və sonu sənin üçün ən uğurlu dövrlərdir. Xüsusilə karyera və sevgi sahəsində.